Salam, hər vaxtınız xeyir olsun. Bugün bizim sizinlə mövzumuz Şimali Amerikanın relyefi olacaq. Deməli, bildiyimiz kimi Şimali Amerika şimal və qərb yarımkürələrində yerləşir. Yəni iki yarımkürədə yerləşir və Şimali Amerika materikinin ucqar nöqtələri şimalda Kanada ərazisində Murchison, cənubda Panama ərazisində Mariato, şərqdə Kanada ərazisində deməli Saint Charles, qərbdə isə ABŞ ərazisində Alyaskada US şahzadəsi burunlarıdır. Demək, bir daha qeyd edirik. Şimali Amerikanın ucqar nöqtələri şimalda Kanada ərazisində Murchison burnu, cənubda Panama ərazisində deməli Mariato burnu, şərqdə Kanada ərazisində Saint Charles, qərbdə isə ABŞ-ın Alyaska ərazisində US şahzadəsidir. Şimali Amerika materiki bilirik ki, biz Lavrasiya qurusunun bir tərkib hissəsi olmuşdur. Yəni, vaxtı ikən Lavrasiya qurusunun bir hissəsi olub, sonradan isə Şimali Amerika və Avrasiya materiklərinə bölünür. Bilirik ki, Lavrasiya və Şimali Amerika materikinin qərb hissələrinə biz diqqət yetirsək, Şimali Amerikanın qərb hissəsi əsasən burada Kordilyer dağlarının yerləşdiyini görərik. Biz Kordilyer dağlarını 3 hissəyə bölə bilərik. Qərb hissə, şərq hissə və mərkəzi hissə. Biz ümumiyyətlə Kordilyer dağlarının qərb hissəsinə baxsaq, Kordilyer dağlarının qərb hissəsi Sakit Okean və Şimali Amerika materikinin demək toqquşmasından yaranıb. Yəni Sakit Okean litosfer tabası ilə Şimali Amerika litosfer tabasının toqquşması nəticəsində yaranmışdır. Və Kordilyer dağlarının qərbində sahil silsiləsi, gördüyümüz kimi burada sahil silsiləsi, Kaskad dağları, deməli şərqi, daha doğrusu qərbi Sierra Madre və Sierra Nevada kimi silsilələrdən ibarətdir. Yəni bu hissə Alp qırışlığına aiddir, Kaynazo erasına aid cavan ərazidir. Qərb hissəsi isə təbii ki, qədim zonadır, yəni Mezozo erasının Kimmer qırışlığına aiddir. Burada Qayarı dağlar, həmçinin deməli qərbi, daha doğrusu şərqi Sierra Madre dağları yerləşir. Mərkəzi hissələrdə isə, yəni sahil sıra dağlarına, Qayarı dağlarının arasında biz gördüyümüz kimi burada Böyük Hövzə yaylası, Colorado yaylası, Meksika yaylasının yerləşdiyini göstərə bilərik. Deməli, Şimali Amerikanın qərb hissəsi geosikron zona olduğu üçün burada biz çoxlu vulkanlara da rast gələ bilərik. Bu vulkanların əsasına ABŞ ərazisində Katmai vulkanı, həmçinin ABŞ ərazisində Shasta və Rainier vulkanlarını, Meksika ərazisində Colima, Popocatépetl, həmçinin Orizaba vulkanlarını, Guatemala ərazisində Taxamulco vulkanını, Nikaragua ərazisində isə Momotombo vulkanları nümunə göstərə bilərik ki, bu Şimali Amerikanın əsas böyük vulkanlarıdır. Və Şimali Amerikanın ən hündür zirvəsi Kordilyer dağlarında yerləşən McKinley və yaxud da Denali sönmüş vulkanıdır. Hündürlüyü 6194 metrdir. Şimali Amerikada ən alçaq nöqtə isə təbii ki, o da deməli Ölüm dərəsi ətrafında mənfi 86 metr hündürlük təşkil edir. Biz Şimali Amerikanın şərq hissəsinə baxsaq, Şimali Amerikanın şərq hissəsi tamamilə əsasən platforma zonasıdır. Burada böyük düzənliklər yerləşir. Bu böyük düzənliklərə fikir versək, bu əsasən Şimali Amerikanın qərbi ilə şərqin deyərdik ki, bir-birindən ayırır və bura əsasən hündürlüyü 500 metrdən yuxarı olan yaylalardan ibarət ərazidir, böyük düzənliklər. Bununla yanaşı, burada digər bir əraziyə biz mərkəzi düzənlikləri nümunə göstərə bilərik. Mərkəzi düzənliklər buzlaqların təsirinə geniş məruz qalmışdır. Ümumiyyətlə, Şimali Amerika materiki biz bilirik ki, şimal hissələri harca 40 dərəcəli enliklərə qədər olan ərazilər 4-cü dövr buzlaşmasına məruz qalmışdır. Mərkəzi düzənliklərdə buzlaşmaya məruz qalan ərazi hesab olunur. Ona görə burada buzlaq relyef formalarına, karlar, striklər, moren təpələri və s. kimi buzlaq relyef formalarına, deməli eksogen relyef formalarına rast gələ bilərik. Həmçinin burada çayların fəaliyyəti güclü olduğu üçün çayların əmələ gətirdiyi eksogen relyef formalarına da rast gələ bilərik. Burada yerləşən digər bir düzənliklərə Atlantik yanı ovalıq, Meksika yanı ovalıq, yəni bu kimi böyük ovalıqları nümunə göstərə bilərik. Həmçinin Şimali Amerikanın şərq hissəsində qədim dağlar olan Appalas dağları yerləşir. Appalas dağları biz bildiyimiz kimi qədim dağdır.
Kaledon Hersin qırışıqlığına aid olan dağdır. Paleozoy erasında yaranmışdır. Ən hündür zirvəsi Mitsel zirvəsidir, 2037 metr. Və Alyaska hissəsi, daha doğrusu üzr istəyirəm, Appalas dağlarında bildiyimiz kimi böyük kömür yataqları, həmçinin filiz ehtiyatları ilə zəngin olan ərazidir. Biz digər bir ərazi olan Labrador yarımadasında Lavrenti yüksəkliyinin adını çəkə bilərik. Lavrenti yüksəkliyi də yəni Şimali Amerika ərazisində yerləşən əsas düzənliklərdir və buzlaqların burada təsirinə çox böyük məruz qalmışdır və burada buzlaqların belə də izləri, buzlaqların yaratdığı relyef formaları özünü geniş formada göstərməkdədir. Biz mərkəzi düzənliklərdə, bir də burada təbii ki, mərkəzi düzənliklərdə həmçinin suların, xüsusən yeraltı suların fəaliyyəti böyüdür. Burada dünyanın ən böyük mağarası olan Flint Mamont mağarası təqribən 361 kilometr məsafədə uzanır və buranın ən əsas relyef vahidlərindən hesab olunur. Şimali Amerikada yerləşən digər bir düzənlik isə Mississippi çayının yaratdığı, təbii ki, Mississippi ovalığıdır. Burada da Mississippi çayı və qolları, çöküntüləri burada toplayır və böyük Mississippi ovalığı əmələ gəlir. Və burada çökmə suların qalınlığı çoxdur. Şimali Amerikada həmçinin Colorado çayı üzərində dünyanın ən böyük kanyonu olan Böyük kanyon əmələ gəlmişdir. Bu da buranın əsas relyef vahidlərindən biridir. İndi isə Cənubi Amerikanın relyefinə baxaq. Cənubi Amerikaya biz diqqət yetirsək, görərik ki, ekvator xətti Cənubi Amerikanı kəsir. Yəni Cənubi Amerikanı ekvator xətti kəsdiyi üçün Cənubi Amerika materiki şimal, cənub, həmçinin Qrinviçdən sol hissədə yerləşdiyi üçün isə qərb yarımkürəsində yerləşir. Cənubi Amerika ilə Şimali Amerikanın oxşar cəhətləri çoxdur. Çünki həm Şimali Amerika, həm də Cənubi Amerikanın qərb hissəsi subduksiya zonasıdır. Yəni ki, Cənubi Amerikanın da qərb hissəsi olan Ant dağları Naska və Cənubi Amerika litosfer tavalarının toqquşması, yəni materik və okean tipli litosfer tavalarının toqquşmasından yaranmışdır. Və Ant dağları dünyanın ən uzun dağ sistemidir. Təqribən 9000 kilometr məsafədə uzanır. Kordilyer dağları ilə birlikdə 16000 kilometrlik böyük bir dağ sistemi əmələ gətirirlər. Planetar bir relyef forması əmələ gətirirlər. Ant dağları bildiyimiz kimi cavan dağlardır. Kaynazoy erasında yaranmışdır və alt qırışıqlığına aid olan dağlar hesab olunur. Həmçinin burada Odlu Torpaq adası da təbii ki, Ant dağlarının davamı Odlu Torpaq adasına qədər deməli davam edir. Bu ərazidə böyük həmçinin yaylalara biz nümunə göstərə bilərik. Ta ki, Puna yaylası buranın əsas böyük yaylalarındandır. Həmçinin Peru və Boliviya, Çili və Boliviya sərhədlərində yerləşən biz burada Antiplano yaylasını nümunə göstərə bilərik ki, buranın əsas yaylalarından hesab olunur. Və bu yayla quru yayladır. Yəni burada ağac bitkilərinə çox az rast gəlinir. Əsasən quru bitkilər burada geniş yayılmışdır. Yəni quraqlığa davamlı bitkilərdir. Bir daha qeyd edirəm, Çili və Boliviya sərhədində yerləşən əsas düzənlik hesab edilir. Əsas yaylalardan biridir Altiplano yaylası. Bildiyimiz kimi Ant dağları, yəni cavan dağlar olduğu üçün burada biz fəaliyyətdə olan vulkanlara da rast gələ bilərik. Bu vulkanlardan biri Kolumbiya ərazisində yerləşən Ruiz vulkanı, həmçinin Ekvador ərazisində yerləşən Cotopaxi vulkanı, daha sonra Çili və Argentina sərhədində yerləşən dünyanın ən hündür vulkanı olan Llullaillaco vulkanı burada yerləşir. Həmçinin biz burada Çili ərazisində San Pedro vulkanının nümunə göstərə bilərik ki, bu ərazinin əsas fəaliyyətdə olan vulkanlarıdır. Bir daha qeyd edək. Deməli, buranın əsas fəaliyyətdə olan vulkanlarına Ruiz, Cotopaxi, San Pedro və Llullaillaco vulkanları nümunə göstərdik. Həmçinin burada dünyanın sönmüş vulkanlarından olan Chimborazo vulkanı da yerləşir. Deməli, biz Ant dağların bilirik ki, təbii sərvətlərlə zəngin olan ərazidir. Həmçinin burada mis qurşağı, yəni elə Ant sözünün də mənası yerlidir də, yəni mis mənasını verir. Burada mis qurşağı yerləşir. Xüsusən Çili və Peru ərazisində bu mis ehtiyatları çox zəngindir və Çilidə dünyanın ən böyük mis yatağı olan Chuquicamata deməli mis yatağı yerləşir ki, buranın bu da əsas təbii sərvətlərdir. Həmçinin Çili ərazisində təbii gübrə olan Seletriya zəngin olan
deməli ərazidir. Xüsusən bir daha qeyd edirəm, Ant dağları filiz faydalı qazıntılarla, xüsusən mis ehtiyatları ilə çox zəngin olan ərazidir. Biz Cənubi Amerikanın şərq hissəsinə baxsaq, Cənubi Amerikanın şərq hissəsi Şimali Amerika kimi platforma zonalarından ibarətdir. Biz buranın əsas düzənliklərinə diqqət yetirsək, burada Orinoco çayının yaratdığı Orinoco düzənliyi nümunə göstərə bilərik ki, bura çökmə sıxur qatı ilə çox zəngindir. Platformanın əyilmə zonasında, yəni sineklizlərdə yerləşən ərazidir və Orinoco ovalığı təbii ki, çökmə sıxur qatı ilə zəngin olduğu üçün burada neft və qaz ehtiyatları zəngindir. Həmçinin buranın digər bir ovalığı olan Amazon çayı və onun qollarının yaratdığı Amazon ovalığıdır ki, bu da çökmə sıxurlarla qalın olan dünyanın ən böyük ovalıqlarından biri hesab olunur. Digər bir ərazi biz burada Qviana yaylasını göstərə bilərik. Qviana yaylası platformanın qalxan hissəsidir, yəni antiklizdə yerləşən bir ərazidir və qalxan ərazi olduğu üçün təbii ki, burada kristalik növrə yer səthinə çıxır. Ona görə də filiz faydalı qazıntılarla zəngin olan ərazi hesab edilir. Cənubi Amerikanın digər bir düzənliyinə biz Braziliya yaylasını nümunə göstərə bilərik ki, Braziliya yaylası da təbii ki, filiz faydalı qazıntılarla zəngin olan ərazidir. Dünyanın ən böyük deməli, dəmir ehtiyatları, boksit ehtiyatlarından biri bu ərazilərdə yerləşir. Digər biz çökmə sıxurlarla zəngin olan və sineklizdə yerləşən digər bir düzənliyə La Plata ovalığı nümunə göstərə bilərik. Həmçinin burada Gran Chaco düzü buranın əsas düzənliklərindəndir. Materikin cənubunda isə yarım səhra ərazidən ibarət olan, yəni burada soyuq cərəyanların təsiri ilə yarım səhralar formalaşır və Patagoniya yaylası buranın əsas düzənliklərindən ibarətdir. Və yenə deyirəm, bura əsasən yarım səhra zonası hesab edilir. Burada biz digər bir relyef vahidləri olan tepoylərdən danışa bilərik. Qviana yaylasında, Venezuela ərazisində biz burada tepoyləri nümunə göstərə bilərik. Tepoylər əsasən hündürlüyü 800-1800 metr arasında olan relyef vahidləridir və bu relyef vahidlərinin yaranmasına əsas səbəb kimyəvi və fiziki aşınma, həmçinin axarsuların fəaliyyətidir. Biz bu tepoylərə masavari dağlar da deyirik. Venezuela ərazisində Qviana yaylasında yerləşir. Deməli, digər bir ərazi olan biz Kəllə-Qənd relyef vahidini nümunə göstərə bilərik. Kəllə-Qənd relyef vahidi Braziliyanın Rio de Janeiro şəhərində yerləşən bir relyef vahididir. Əsasən hündürlüyü 300 metrə qədər olur və bu ərazilərdə yəni turistik bölgə hesab olunur. Burada bunun da yaranmasının əsas səbəbi aşınmalardır. Yadda saxlayaq, Kəllə-Qəndin yaranmasında əsas səbəb aşınma, Tepoylərin, yəni masavari dağların isə yaranmasında əsas səbəb isə kimyəvi və fiziki aşınma, həmçinin axarsuların fəaliyyəti olacaqdır. Deməli, biz Cənubi Amerikanın ən hündür zirvəsi təbii ki, Ant dağlarında yerləşən Aconcagua zirvəsidir ki, bunun hündürlüyü 6959 metrdir. Ən halcaq nöqtəsi isə deməli, Valdes yarımadasında yerləşən Salinas Chicas gölünün ətrafıdır ki, təqribən mənfi 40 metr hündürlüyə, daha doğrusu çökəkliyə malikdir. Biz Cənubi Amerikanın ən ucqar nöqtələrini desək, bura biz Venezuela ərazisində yerləşən Galinas, şimalda Venezuela ərazisində yerləşən Galinas, cənubda deməli Çili ərazisində yerləşən Furo Uyerd, şərqdə Braziliya ərazisində yerləşən Cabo Branco, qərbdə isə Peru ərazisində yerləşən Parinas burunların nümunə kimi göstərə bilərik. Bir daha qeyd edəcəyik, şimalda deməli Venezuela ərazisində yerləşən Galinas burnu, cənubda Çili ərazisində yerləşən Furo Uyerd burnu, şərqdə Braziliya ərazisində yerləşən Cabo Branco burnu, qərbdə isə Peru ərazisində yerləşən Parinas burnu buranın əsas ucqar nöqtələri olacaqdır.